Hər kəsə salam, necəsiz? Deməli xanımlar, səhər tezdəndən durdum. Bugün bacınız dəhşət qoçaqlaşıbdı. Getdim bazara, bir bazar turu etdim. Meyvələrin qiymətlərinə baxdım, nə münasibdir, nə almaq olar, hər şeyi yoxlamaq lazımdır. Gələndə də əli boş gəlmədim, bir yeşik malina aldım. Maliniyi də gətirər, gətirməz qəşəng yudum, pesokla qarışan mürəbbəsini hazırladım. Artıq 2 saata yaxındır. Belə hazırlamışam. Ara sıra da qarışdırıram. Pesoku tam əriyib. Bunu daha sonra belə plasmas qablara yığacam. Bunları da almışdım. Yuyub belə qoymuşam. Yığacam. Ondan sonra marazinik atacam. Bu mürəbbəni marazinikdə saxlamaq lazımdır. Xaladinikin üst gözündə, yəni soyuducu olan gözündə saxlamamışam. Vallahi nə yalan deyim. Mənə dedilər ki, marazinikdə saxlayanda qəşəng olur. Nəysə, bir neçə xanımlar da tövsiyə etdi ki, mənə belə iri dənələrindən də ayır ilə blenderdən keçəndən sonra bunu da bunun içinə qatı ilə qarışdır, elə saxlayla qışlıq üçün. İntihası fikirli qalmışım xanımlar. Bilmirəm, qatım, qatmayım. Tam fikir, yəni ki, deyirəm, qatsam mı yaxşı olar, qatmasam mı? Nə bilim, vallah, görək hansı axla qulluq edəcəm. Bu da yığdım, burada qalıbdı. 2 kilo oldu, bu da 700 qramlıqdır. 2 kilo 700 qramlıq belə bankada oldu. Bu da yarım, həm dənəsi var, həm suyu var. Bunu istifadə edərik səhərlər. Bunu da indi yerləşdirim. Axşam üçün burada ət çıxartmışam. Əti qovuracam. İndi yeməyə də kartoş qasmışam, elə yüngül vari. Az pişirəndə ləzzətli olur. Çox olanda bir dəfə pişirəsən, elə onunla da yeyərsən. Qalanda yaxşı olmur kartoşka. Deyirəm, doldurun. Aradan çıxsın, buraları biraz boşaldım. Çox qarışıqdır. Bizim iş yerində xanımlar, bir salatda işləyən Kazaq qız var. O gətirir. Hər sabah belə bundan biraz balaca olan vedrələrdə gətirir. Çox ləzzətlidir, çox dadlıdır. Ondan soruşdum sözün düzünü ki, nə? Bunu nə tər saxladım? Dedim, marazinikdə. İndi mən də belə yığıb marazinik atacağım. Amma belə daha ləzzətlidir. Elə deyilmi? Bütün vitamini, hər şey içində qalır. Mamam pişirdi. Mamam elə bir buğum qaynatdım deyir. Çox qaynatmadım. Elə biraz üstünə köpük gəldi. Ondan sonra söndürdüm. Tam vitamini ölməsin deyə. Belə bu cür edə bilmir. Etməyibdir da sözün düzünü desək. Namazımı qıldım. Üstümü dəyişmədim. Bunların obyomu 850'dir. Bu yarımdır. Qalan da budur. Bunu da belə mürəbbə qabına doldurdum. Səhərlər çayla içərik. Bunu indi atacağım marazinikə. Bu qalmasın belə çöldə. Fışqırar. Yəni belə marazinikə mürəbbələr də atanda gərək o bir marojini maraziniklərindən ola ki, nə əlinə keçəni hazırlayıb içinə yığa biləsən. Amma o da yoxdur. Bunun ən alt gözünə yığacağım. Ən alt gözünə belə mürəbbədən ötər saxlayacağım. Bir də hələlik bu durdu. Bir dənəsinə biraz dənələrindən seçdim, qatdım. Bir dənəsində var. Qalanından qatmadım. Uşaqlar yeyər, o da elə qalsın. Növbəti günə Qarğa bazarına xoş gəlmişsiniz xanımlar. Deməli, dünən gecə saat 2-də yatmışam. İşimin nə ucuna çatdım, nə başına. Birini edib qutarmamış, biri ortaya pırt deyib pırtlayırdı. Nəysə, səhər tezdəndən durdum, qismətin çay çörəyini hazırladım. Onu yola salana qədər oturmadım bir yerdə. Bütün qabımı, qacağımı sodalı sudan keçirdim. Yəni soda ilə sürtüb qəşəng yuyub yığmışam. Ona görə buralar belə tığında.
Bankalar yudum, su qoymuşam. Burada mənim biraz belə yejevikam var. Qara moruq deyirik biz buna. Azərbaycanda nə deyilirdi? Qoy biraz fikirləşim. Hə, börütkənmi, börtkənmi? Bax, nəysə. Mənim danışığımda biraz fərq var. Hər fərqlər var. Bəzi izləyicilərimə maraqlı gəlir. Gecə saat 2-nin yarısı idi. Doğğa bişirdim. Doğğam da ki biraz elə bil ki göyərtisi az olub. Qatlığı bizə görə yerindədir. Biz çox qatı yeyə bilmirik doğğanı. Amma göyərti də yaxşı görünür. Elə də pis görünmür. Qismət dedi, qəşəngdir. Nəysə. Evin bəyi bəyəndisə, gerisi boşdur. Ailədə bəyəndilərsə də gerisi boşdur. Ət çıxartmışdım. Dünən 2 parça, yəni dünən idi o. Devamlı çəkirəm. Qovurdum, 1-2 dənə qalmışdı. Onu da ısıtmaq üçün çıxartdım xaladenikdən. Qismət səhər ertə yemək yer xanımlar. Çay çörəklə qayna olmur. Bankalarımı yudum. İndi deyirəm bu börütkənimi kompot edim. Aradan bu da çıxsın. Qablarımı yerləşdirim. İş qutarmır. Axşam saat 2-də doğğanı bişirib qutarandan sonra getdim. İnanın ki, kəlf oldum. Nə oldum? Heç məni ailədə bilmədilər. Səhər ertə. Yəni səhər ertə ayıldım. Ağzı açıq qalmışdım. Heç səhər namazına da qalxa bilmədim xanımlar. Allaha and olsun. İnanın ki, elə yorğunluq düşürəm bəzən. Elə yorğunluq düşürəm. Səhər sübh namazına qalxa bilmədim. Bu haqqında sizlərlə biraz məsləhət almaq istəyirəm. Namaz qılan izləyicilərim var. Biraz onlarla söhbət eləmək istəyirəm. Mənə bir yol yöndəm göstərin. Hələlik buraları bir porядkaya salım. Ondan sonra bu haqqında danışarıq bacılar. İndi bilmirəm, bu 4 bankanın 4-ünü də dolduracaqmı? Amma mən 4 banka yudum. Biraz tökərəm. 2 litrlik bankaya mən 200 qramlıq stəkanla bir şəkər tökürəm. Çox şirin biz içə bilmirik. Maliniya da demişdim, 1 kilonu 2 kiloya tökmüşəm. Elə şirin olub. Qırmızı malina. Çox ləzzətli olub. Marazinikada qoymuşam. Elə axşamdan donubdu. Səhər baxdım, gördüm, qəşəng donubdu. Onu istifadə edən vaxt elə bir ki, axşamdan çıxardırsan, xaladenikın üst gözünə qoyursan, donu açılır. Ondan sonra xaladenikdə saxlayırsan. Çox qəşəng qalır, deyir. Smarodini də o cür edir. Bunu, bax bu yejavikanı da elə o cür edir. İntihası nə bilim, mən qaynatdım. Mənə qaynatmaq sərf elədi elə bil. Çiyələyi də deyir, mən o cür edirəm. Amma məncə çiyələk qaynanılsa qəşəng alınır. Çiyələyin həmişə 2-ci sezonunda etmişəm mən. Kompotunu da, mürəbbəsini də. İndi 2-ci sezon yavaş-yavaş çıxacaq. Elə ondan hazırlayarım. Vişnə mürəbbəsi hazırlamamışım. İstəyərdim vişnə də hazırlayam. Vişnələr çox bahalanıbdır. Bizim burada qonşuda var idi. Töküldü, getdi. Mənə 2 dəfə demişdi ki, lazımdırsa da dənnə ilə. Ərincəhliyim tutdu, dənnəmədim. Töküldü, getdi. İndi gərək gedib alam. Yəni ondan götürəndə də yenə almış kimi olurum. Şirniyyat alıb verirəm də belə. Elə gedib götürmürəm. Baxın bacılar belə. Bunlar bəsdimi? Biraz artırım mı? Meyvəsini biraz artırım. Bunlara bu qədər qaldı. Yoxsa bunu da bir bankaya mı yığım? Hərəsinə 2 ədəd nayna atacağım. Belə yerləşdirdim. Bu stəkanla bir də şəkər atdım. Keçən dəfə, yəni keçən il naynəli etmişdim. Çox dadlı, tamlı idi. Qəşəng idi.
İndi evdə var idi naynə deyə dedim atım buna da. Həm də xeyirlidir də. Multi kimi gedir belə. Suyumuz da qaynasın. Qaynar suyu da təpəsindən də tökərik. Ondan sonra üstünü yorğanını örtərik. Qaz peçim çox pis gündədir. Axşamdan yuyub təmizləmədim. Buraları boşaldandan sonra qaz peçimi də təmizləyəcəm. Hələlik paryatkasızdır hər yer. Bu qədər işin içində gətirdim güllərimin yarpaqlarını qəşəng yudum, təmizlədim. Köklərini ıslatdım. Gülünə baxın, necə də gözəldir. Əsas məsələ, suyum qaynamamış. Hələ su qaynamayıbdır. Tez-tez pəncərələrimi yudum, təmizlədim. Setkiyi çıxartdım təmiz. Duşun altında yudum. O gün demişdim, pəncərəm pis gündədir. Onu silib təmizləmişdim. Bu təzdən kirlənən pəncərədir. Dünən yox, sıraha günü yenə bir toz öldürən yağış gəldi. Səhər ertə tezdəndən hər yeri kirlədib getdi. Mən də güllərimi, yarpaqlarını yumaq istəyirdim. Dedim, tez-tez pəncərəni də yuyum, aradan çıxsın. Bunun gülünə baxın. Nə gözəldir, nə qəşəkdir. Gülü gövdüyü əyib gedir. Mən də ona görə bu tərəfə qoyuram ki, qəşəng dursun. Pəncərəni açıq qoydum. Orxideyaların yarpaqlarını yuyandan sonra, köklərini ısladandan sonra gərək pəncərə açıq qala ki, hava ilə təmasda qala. Yay aylarında. Qışda qoymaq lazım deyil. Çürüyər o saat soyuq vurub. Belə bacılar. İndi gedək kompotumuzu hazırlayaq. Hələ buraları yığıb-yığışdırmamışam. Baxın, su hələ yenə də qaynamayıb. Görürsünüz, bacınız nə qoçaqlaşıb. Bu su qaynayana qədər nə qədər iş görmüşəm mən. Saniyələr içində görürəm, elə bil ki, işimi gücümü. Çaydan qaynayıb bu. Görün nə gündədir. Ya bismillah. Bu da hazır oldu. Pisoqunu da əritdim. Belə sirkəliyə. İndi üstünün yorğanını da örtək. Yatsın burada bu. Belə bacılar. Qəşəng örtək. Bunlar da hələ buradadır. Tam boşalmayıbdır. Boşalır yavaş-yavaş. Biraz doldurum edim. Boşalandan sonra yerləşdirəcəm. Bomba düşüb bu tərəfə. Azlet vurdum. Biraz yumşalsın, təmizləyəcəm. Axşam yemək hazırlayanda biraz kəfli su daşdı. Yəni qarğa bazarı oldu. Yuyub təmizləmədim çünki isti idi. Bunu da boşaltdım, yudum. Bir tərəfə qoyaq. Suyu darılsın. Bunları da belə yerləşdirdim. Bunu indi biz nüş edəcəyik. Boşqablarımın rəngliyinə baxın. Svetofordur. Bunu belə yerləşdirdim. İndi atıram xaladenikə. Bunlar soğusun qəşəng. Soğuk olanda doğal dadlı olur. Qismət iş yerinə də aparıb. Litr yarımlıq bankaya doldurdum. Səhər apardı. Bunları da belə yerləşdirdim ki, səhər yenə istəsə aparar. Belə bacılar, biz doğamızı yeyək, nüş edək. Mən nüş edənə qədər buralardakı yumşalar qəşəng yuyub təmizləyərəm. Qabları yerləşdirdim. Onların da suyu dərilsin. Dəsmallarımı xlora qoyacağım. Çaydanımı yenə azlet deyəcəm. Bu bankalarımı da buradan götürərəm. Onlar paletkalı, qəşəng görüntü olar. Hələlik ayrı ailəmdir da, belə deyim. Hələlik bomba düşüb.
bundan sonra nə edəsiyəm, onu fikirləşirəm. İşimi gücümü tez-tez görüm. Biraz da dincəlim deyirəm. Belə buraları da təmizlədik. Sildik, paletkiyə saldıq. Bunu da qoyaq. Belə hazırdır. Bu qədər işin gücün üstündən bir dənə yorğunluq çayı içək, dincələk. Çaydanımı da yudum, qəşəng təmizlədim. Elə bil ki, işimin %50%-ni etmişəm, 50%-i qalıbdı. İndi gətirib o bankaları yerləşdirəcəm, çaydanım qaynayana qədər. Buralar belədir, dəsmalları xlora qoyacağım. Şkaflarımın içi heç təmiz idi. Tez-tez tozunu alıram, deyirəm kirlənməsin. Elə bil ki, 3 gün işləyirəm. Həftənin birinci günü şkaflarımın içini təmizləyirəm ki, çox toz olmasın. Belə bacılar, işimiz, gücümüz qurtarmır. Həm çay içək, həm də ki, biraz söhbət edək. Səs gəlirdi qulağıma. Xanımlar, bayaq çəkiliş edəndə demişdim, sizlərin məsləhətlərinizə ehtiyacım var. Almaq istədiyim məsləhətlər hansılardır? Asobu da bunu namaz oxuyan xanımlarımızdan çox xahiş edirəm. Mənə bir yol yöndəm göstərsinlər, bir məsləhət versinlər. Mən bu aralar, bacılar, iş yerində namazlarımı vaxt-vaxtında oxuya bilmirəm. Buna çox pis oluram, bunu da deyim. İnanın ki, xəcələtimdən o qədər utanıram ki, xəcələt çəkirəm. Bunu bir tək Allah bilir, fikrimdə qalır da bu. İş çoxdur deyib, bəhanə etmək lazım deyil, işlik deyil bu. Mən oxumağa yer tapa bilmirəm. Düzü bir otaq var idi balaca, orada oxuyurdum. Kirli otaq idi, amma mən cey namazımı sərdiyim yeri gedib, silib təmizlirdim, tez-tez orada oxuyurdum. Nətər, qardirovdur da, bax belə deyim, paltarlarını, veşlərini işçilər oraya yığırdı. Belə bir qardirov otağı var idi. İndi həmən otaqda qalyan hazırlayırlar. Qalyan da bilirsiniz nədir? Qalyanın suyudur, zirdi, zibilidir, hər şeyi otaqla bir olur, təmizlənəsi bir nağıl olmur. Əvvəllər mənə çox rahat idi, qışda gedirdim, zalda oxuyurdum. Zalda deyəndə, zalda nə vardı? Belə bu cür 2 dənə otaqları var idi, qonaqlar üçün. Ad günü qeyd etmək istəyən, nə bilim, insanlarla göz-gözü gəlmək istəməyən insanlar üçün belə bir otaqları var idi. Orada rahat oxuyurdum. İndi səhər açılar-açılmaz, iş yeri başlayar-başlamaz, cəmaat dolur zala. Mən gedib orada oxumağa artıq mənə icazə vermirlər ki, o qədər cəmaat var. Düzü buna çox pis oldum həqiqətən də. Hətta bunu eşidənlə bir namaza gedirdim. Mən həmən sözə görə namaz oxuya-oxuya çox ağladım. Allah günaha yazmasın. Həqiqətən də çox pis oldum ki, niyə belə oldu? Bizim burada restoran sahibləri olan cəmaatların çoxunun bir dənə səhvi var. Müsəlman ölkəsində yaşayırıq. Kafelərində namaz oxumaq üçün bir dənə otaq hazırlamırlar. Bizim öz cəmaatımızın restoranları olsun, Kürdlərin restoranları olsun, Türklərinki olsun, fərqi yoxdur. Bir dənə namaz oxumaqdan ötəri otaq hazırlanırlar. Samolyot gəlir. Artıq cəmaatımız o qədər keşfiyyətləşib kimi deyim, nə bilim, samolyotu da su yolu kimi ediblər. Biri qonmamış, biri gəlir. Allah hər kəsə rahat uçmaq, qonmaq, ailəsinin içinə çatmaq nasib etsin. Samolyot da çox apasınıdır. Nəysə, mənə çox məsləhət verdilər. Dedilər ki, belə bu cür namaz oxumaq olmaz. Burax dedilər, amma mən heç cürə buraxa bilmərəm. Yəni, bu mənim içimdən gələn bir şeydir. Mən düzü bağlanmamışam, bağlı deyiləm. Amma içdən gələrək mən namazlarımı oxuyuram. Bilirsiniz, mən indi oxumuram. Artıq 3 ildən çoxdur oxuyuram. Başqa iş yeri təklif edərsinizsə də, inanın ki, başqa iş yeri də tapa bilmirəm. Hansı iş yeri gedim, yenə də ki, çox çətin
durumlarla qarşılaşıram. Bir dənə restorana getmişdim. Oranın özünün işçisi var idi. 4 günlük buraxdım Xadnoya. Bu 4 gün içində mən tərəddüd edirdim ki, namazımı harda oxuyum. Oradan soruşdum, harda oxuya bilərəm dedim. Mənə dedilər birinci kabinetdə. Getdim birinci kabineti açanda, inanın ki, elə bildim cənnətə yerdim. Elə bir gözəl yer hazırlamışdılar. Barının bir tərəfinə Məkkənin şəklini yapışdırıblar. 7-8 dənə ceynamazlar qoyub, ayağının altı palaz, hər yer dux, Məkkə duxu. İnanın ki, otağın iyindən insan çıxmaq istəmirdi. O restoran Qazaxların özlərinin idi. Bizim burada, bizim cəmaatın çox restoranları var. Türklənən cəmaatlarımızın, türklərin, kürdlərin restoranları çoxdur. Amma asobo namaz oxumaq üçün otaqlar hazırlamayıblar. Çox çətindir. Evdə oxuyuram. Bəzən yorluq düşəndə səhər sübh namazına da qalxa bilmirəm. Həqiqətən də ayıla bilmirəm. Diktofon da qoyuram. Əzan da çalır. Yenə də ki, ayıla bilmirəm. Bizim burada saatlar dala çəkildiyinə görə saat elə bil ki, 3-ün yarısında sübh namazı oxunur. Belə bacılar, mənə deyirlər, belə bu şərtlərlə oxumaq olmaz, namazını buraxmayın. Amma mən buraxmaq istəmirəm. Bunu mən qəlbdən edirəm. Düzü bağlanmamışam, amma mən qəlbdən edirəm. Mən bunu istəyirəm. Nə qismət mənə demir, ya burax, ya da ki, buraxma sözünü. Heç bir şərt qoymayıbdır. Mən ürəyimdən gəldiyi üçün edirəm. İnanın ki, sol tərəfim deyir, burax, sağ tərəfim deyir, səbr elə, hər şey düzələcək. İşdəki tapmaq olmur, çox çətin vəziyyətlərlə qarşılaşırıq. Siz mənim deyib güldüyümü, üzümü görürsünüz, qəlbimdəyini görmürsünüz, içimi bilmirsiniz. Mən nə ilə qarşılaşıram, nələr yaşayıram, heç bilmirsiniz. Ona görə bəzən qınyanlar da çox olur. Qəlb incidən sözləri tullayanlar da çox olur. Bunları boş verirəm. İnsanlıq halıdır. Hər kəs eyni fikirdə ola bilmir ki. Baxın, mənim dərdim budur. Çox xanımlar tanıyıram. Hətta bir-ikisini dəqiq bilirəm. Namazını buraxıblar. Neçə illikdir oxuyan qızlardır. Namazını buraxıblar. Bir-iki bloger də var. Heç gözləmədiyim bir halda görürəm ki, həyatını bilmirik. Yaşadığı yaşayışı bilmədiyimiz üçün yargılaya bilmərik. Deyə bilmərik ki, oxuyub sonra nəyə görə buraxdı. Bunu bizim söz deməyimizə haqqımız yoxdur. Günahı da onundur, səvabı da onundur. Ona görə də ki, mən elə fikirli olanlara heç nə deyə bilmirəm. Namazını buraxanlara da heç nə deyə bilmirəm. Həyat onun həyatıdır. Belə bacılar, ümid edirəm, videomu buraya qədər izləmiş olarsınız. Mənim bu fikrimə, bu istədiyimə bir yol yöndəm göstərərsiniz. Bir məsləhət edərsiniz. Bilmirəm artıq mən nə edim.